Verilişin baş sponsoru RG Production. Zövq, sənət və mükəmməllik. Başladı. Konsert veririk. Ay bu toydu. Burada neyləmək lazım? Biz toyları təşkil eləyək, siz oynayın. Diqqət! Yaxşı baxın. İndi məni göstərəcəklər. Yüksək səviyyədə verilişlər çək. Allah var Ələskər. Ələskər. Bizim dekorasiyalar dağılmır. Allah sana xeyir versin kızım. Kına, nişan, qırğın. Verici Production partlayışdı. Salam dəyərli izləyicilər, bugünkü mövzumuz təhsillə bağlıdır. Təhsil təkcə məktəbdən bitir, yox. Təhsil üç tərəfin əməkdaşlığına əsaslanır. Müəllim bilik və tərbiyə verən, valideyn dəstək və nəzarət edən, şagird isə öyrənən və nəticəni daşıyan tərəfdir. Bəs bu üç bucaqda əsas məsuliyyət kimə aiddir? Məncə pedaqoqumuz danışsın. Buyurun. Əlbəttə ki, müəllimə aiddir. Müəllim Müəllim, aiddir. bəli. Çünki necə dediniz? Dediniz tərbiyə verən və öyrədən. Bəli. Nəzarət edən nə oldu? Valideyn oldu. Bəli. Demək valideyn o verilən tərbiyə nəzarət edir. Bu istiqamətdə getməlidir. Əsas burada nə oldu? Müəllim. Niyə biz Əsas tərbiyədən icebergin ancaq gəlmir. görünən tərəfinə baxırıq ki? Çünki icebergdə görünəndir, ona görə. Görünməyən tərəf var. O görünən tərəfi üzə saxlayan tərəf var da. Yəni müəllimləri qınayaq, hə, o mənim uşağıma tərbiyə versin, niyə versin ki? Bəs sən nəyə Yox, lazımsan? tək tərbiyə deyil axı. Baxın, evləndi, təzə valideyndir, 5 ildir uşaq böyüdür, amma qaydasını bilmir. Amma müəllim illərin müəllimidir, uşağın əsasını öyrənir, düzdürmü? İnstitut qurtaranda pedaqogikanın əsaslarını öyrənir, psixologiyanı Öyrənirmi? Bu bir sualdır. Bilir, bilmir, yaxşıdır, yaxşı deyil, onun insafına qalmış bir şeydir. Əgər biz hər hansı bir sənəti öyrəniriksə, onu artıq dəqiqliyi ilə öyrənməliyik. Deyirlər, müəllim müqəddəsdir. Mən bu sözə inanmıram, müəllim müqəddəs deyil, amma müəllim məsuliyyətlidir. Çünki sən Azərbaycan dövlətinin gələcəyini yetişdirirsən. Sən özün psixoloji cəhətdən normal olmalısan və sənin savadın da normal olmalıdır və sən onu düzgün də çatdırmalısan və sən uşaq yetişdirirsən. Valideynin ona savadı çatmaya bilər. Valideynin savadlı olmaya bilər. Təhsilli olmaya bilər, bilikli olmaya bilər, psixologiyanın nə olduğunu bilməyə bilər, pedaqogikanın nə olduğunu bilməyə bilər. Amma sən bunun əsaslı, öyrənən və bunu təmsil edən bir insansan. Ona görə də uşağın psixoloji cəhətdən də, savad cəhətdən də tərbiyəsi səndən asılıdır, müəllimdən asılıdır. Müəllim bu gün uşağa tərbiyə və təlim verməlidir. Müəllim təlim verir, amma 6-5 yaşına qədər uşağın tərbiyəsini ailəsi təmin eləməli deyil. Baxın, 5-6 yaşına qədər uşaq müəyyən periodlardan keçirir. Rövşən müəllim məndən daha yaxşı bilir, müəyyən dövrlər var. Biz valideyn olaraq bizim borcumuz orada tərbiyə vermək deyil uşağa. Biz uşağı normal psixikada yetişdirməliyik. Yəni nə? Sevgi içərisində, aqressiya göstərmədən, travmalar yaşatmadan. Düzgün formalaşdırmaq. Yox, bu tərbiyə növü deyil. Yox. Bu təbii, necədir, tələbatlardır. Uşağa tərbiyəni valideyn yox, müəllim verməlidir. Bəli. Məktəb niyə tərbiyə versin ki? Axı bu tərbiyə ocağı deyil, bura təhsil ocağıdır. Təhsilin altında nələr yatır? Baxın, tərbiyə anlayışı ümumi anlayışdır. Hər bir ailənin özünə görə bir tərbiyəsi var. Mədəniyyətlər fərqli, düşüncələr fərqli. Müəllim necə eyni bir şey verə bilər hamıya? Hamıya eyni şey deyəndə ki, o artıq onun müəyyən təməli evdən başlayıb da, düzdürmü? Aha. Amma düzgün istiqaməti müəllim verməlidir. Müəllim burada nəyi verə bilər? Analiz etməyi, sual verməyi, araşdırmağı öyrədə bilər. Amma tərbiyəni müəllim verməməlidir. Tərbiyə dediyiniz nədir? Siz nəyə nəzərdə tutursunuz? Mən hər şey nəzərdə Mən tuturam. də hər Birinci şeyi nəzərdə əsasında baxın, uşağın bütün bu bilikləri, düzgün verilən biliklər hamısı uşağın tərbiyəsinə gətirib çıxardır da. Yox, mən buna razı deyiləm. Baxın, Niyə? bir alim, X bir alim, narkoman ola bilər. Amma bu alimdir. Bunun tərbiyəsi nədir? Tam razıyam, amma bir məqam vardı, üzr istəyirəm. Yəni biz hərdən bu sözləri qarışdırırıq. Filankəs çox ağıllı adamdır, mədəni adamdır, mənəviyyatlıdır, amma bir də ziyalı sözü var. Ay, sağ ol. Yox, indi burada ziyalı insan heç və tərbiyəsiz ola bilməz. Burada qurban uşaqdır mənə başa düşürəm. Niyə görə? Çünki uşaq, bəli, fərqli ailələr var. Üzr istəyirəm də çox. Yəni elə biz düzdür sosial şəbəkədə çox var, üzr istəmirlər. Nə olar, sosial, amma sosial ən böyük yəni kütlə informasiya vasitələrindən biri də internetdir. Burada da bir üzr istəmək lazımdır. Baxırsan ki, fərqli ailədir. Bizdə ailə var ki, üzr istəmir. Mənim bir qonşum var idi. Yəqin ki, o kişi sağdır ya sağ deyil, bilmirəm. Sağ deyilsə Allah rəhmət eləsin. Oğlu ilə onun münasibətləri var. Düzə yaradıcı adam idi, mədəniyyət adam idi, teatrda işləyirdi, atamla işləyirdi. Bunların ata ilə oğlunun dialoquna baxırdım. Oğlu mənimlə paralel oxuyurdu, məktəbdə oxuyurdu. Bu da operada, teatrda işləyirdi.
Bir söyüşdən danışılır bir-birinə. Futbolun ata oğlun elə bir ki, heç belə həm yaxşı dostuna elə söyüşənməzsən. Mən amma atama salam verəndə, yəni hörmət saxlayırdım. İndi baxın, ailə tərbiyələri vardı. İkisi eyni adamdır, ikisi eyni yerdə işləyir, ocaqda işləyir, düzdür. Özümdən çəkirəm misalı. Bu da ziyalı adamdır, sənət adamdır. Biz də ziyalı sənət adamı. Eyni yerdə işləyir. O onun oğludur, mən də bunun oğluyum. Mən evdə eyni tərbiyəni ala bilməli mümkün deyil. O adam var evdə söyüşdür. Bizim tərbiyə metodumuz belədir. Düzgün deyil axı bu. Məktəbə gəlirsən, müəllim təkcə ki, kimya müəllimidir. Mənim işim nədən ibarətdir? Kimyanı öyrətdim, qeyri-üzvi kimi dedim. Sağ ol, mənə dəxli sən kimsə. Ya elə deyil. Çünki məsuliyyət deyəndə biz təkcə müəllimin uşaqlara öyrətdiyi təhsil deyil. Yəni mənim işim sənə təhsil öyrətməkdir. Başqa sualım yoxdur, sağ ol, mən getdim. Ya elə deyil. Çünki biz bəzi müəllimlərimizi illər keçir xatırlayırıq ha. Hansı müəllim sənin yadında daha çox qalır? Hansı müəllim daha çox xatirəyə çevirir? Hansı müəllimə daha çox rəhmət oxursan? Sənə yaxşı dərs verən yox. Fikir verin, ən çox sənə yaxşı dərs verən yox. Sənə yaxşı davranan, sənə yaxşı ünsiyyət saxlayan vergüllər çoxdur da. Yəni, çox nadir hallarda deyərsin ki, filan müəllim mənə nələr öyrətdi. O da mümkün deyil ki, o çox keyfiyyətsiz adam idi, qəddar adamdır, xaraktersiz adam, o yaxşı savadı, o yenə yadda qalmır. Yəni, o mənfi xüsusiyyətlərlə yadda qalır. Uşaq qurbana çevirir. Evdə valideyn münasibətləri çox amansız. Gəlir məktəbə müəllim həm gəzər ona münasibət, tərbiyə, təhsilinə verir. Təzədən qayıdır evə. Uşaq qalır o triyadanın arasında ki, mən bax gör qurban kimi olur, uşaq olur. Yazıq 11 il o qədər qalıb belə ki, evdə mən başqa ana mənə söyüşdən danışır, ata mənə hörmət eləmir. Amma gəlirəm dərsi oxuyuram, müəllim həm təhsilinə verir öz yerində. Təhsil verməsə belə, müəllim var ki, açıq deyir, hər şey müqayisəlidir. Hamıya demirlər ki, hamı Einstein kimi olsun. Absurddur da yəni bu. Amma bizdə bir sovet yanaşması var ki, neçə almısan ha bu? Bu 2 almısan. Tamam 2 alın. Yəni adam oxuya bilməyib, ya yadında qalmır. Yəni hər kəsin IQ-su, yaddaşı, beyin neyronları eyni deyil axı, həcmi eyni deyil axı. Baxın, elə mən sizə dəstək vermək istəyirəm əslində. Elə müəllimin rolu onda deyilmi? Biz valideyni maarifləndirməli deyilik. Yəni sən bu uşaq, sənin uşağın, biz valideyn olaraq çox şeylər gözləyirik. Siz özünüz bilirsiniz. Əlaçı olmalı mən olur. Mütləq. Öz istəklərimizi biz problem valideyndədir də. Yox. Müəllimdə deyil, müəllimdə yox baxın. Niyə bütün uşaqlar listə girməlidir ki? Yox. Niyə də? Yəni valideyn nə bilir? Valideyn ola bilər, düzgün tərbiyə almayıb, böyüməyib, yəni onun müəllimi yaxşı olmayıb. Bu gün mən öz uşağımdan çox şey tələb edirəm, amma müəllimin rolu burada nədir? Müəllim mənə maarifləndirməlidir ki, ay valideyn sən düzgün yolda deyilsən, uşaq eksperiment deyil. Yəni həmin o valideyn özü diplomu olduğuna görə ərə gedə bilib. O birisi diplomu olduğuna görə evlənə bilib. Amma indi fəhlə işləyirlər içdə, başqa yerlərdə də. Ona görə uşaqlarını o diplom almağa məcbur edirlər ki, sən üstə qəbul olmalısan. Çünki sən ərə gedə bilməyəcəksən, ailə qura bilməyəcəksən. Bizim də məqsədimiz nədir? O valideynlə bunu maarifləndirib, formalaşdırmaq lazımdır ki, o uşağa ki. Burada bir məqam var da. Elə deyil. İndi müəllimə o valideynə oturub başa salsa ki, bala diplom boş şeydir. Sən ondan sonra bu diplom sahəsində işləmirsən. Başqa ondan sonra gedib o 4 il universitetdə xərclədiyin vaxtı zamanı gedib o peşəni öyrənsəydin, daha peşəkar mütəxəssis olardın. Diploma da ehtiyacın olmazdı bu sahədə. Hansı ki oxuduğun ixtisas üzrə işləmirsən, valideyn qayıdıb sizə nə deyəcək? O ayrı mövzu. O ayrı mövzu. Yox, bax, elə bu mövzudur. Yox, baxın, biz deyəcək, müəllimə fikirləşir ki, mən bunu valideynə desəm, valideyn mənə aqressiv cavab verəcək. Mən nə deyim? Valideyn gəlir, qarşılaşdırırıq. Sən riyaziyyatı yaxşıdır, amma Azərbaycan dilindən çox pisdir. Sən nə etməlisən? Mütləq Azərbaycan dilinə hazırlığa qoymalısan bu uşaq. Amma mən onun müəllim olsam, deyərəm ki, düzdür, Azərbaycan dilisi zəifdir, amma idarə eləyəndir. Bu uşağa Azərbaycan dili lazımdır. Riyaziyyatı daha güclüdür. Gəlin bunu daha inkişaf elətdirək. Aparaq bunu müəllim yanına qoyaq, olimpiyadaya hazırlaşdıraq və uşaqda müəyyən bir sistem yaradaq, formalaşdıraq. Mən də artıq uşağa nə verirəm burada? Tərbiyə vermiş olmuram mı? Valideynə tərbiyə vermiş oluram, düzdürmü? Hər ikisini də artıq burada formalaşan gedir. Amma bir müəllim kimi mənə nə lazımdır bugün? Mənim sinifimdə 30 dənə uşaq varsa, 30-u da yaxşı oxumalıdır. Əsasən də 3 fənn oxumalıdır. Azərbaycan dili, riyaziyyat, ingilis dili. Çünki 9-cu sinifdə imtahan verici, nəticələr olmalıdır. Bunu tələb edən kimdir? Valideyndir də. Valideyn deyil. Yəni əslində valideyn deyil. Biz valideynə düzgün tərbiyə versək, düzgün anlayış formalaşdırsa. Axı sən valideynə tərbiyə verə bilmirsən. Yəni müəllim valideynə mi tərbiyə versin, şagirdinə mi tərbiyə versin? Əslində müəllim valideyni məlumatlandırmalı, şagirdə tərbiyə verməli. Bir sistem qurulmalıdır. O sistem qurulmalıdır. Valideyn maariflənmək istəmir. Problem budur. Evladınız, siz bir nə dediniz, evladını çox istəyir. Evladını çox istəyən valideyn maariflənir. Bir ailə institutu yaradılmalıdır da, ailənin strukturu qurulmalıdır. Məsələn, bu günləri biz
gənci evləndirəndə valideyn gənci məcbur edir ki, sən evlən. Yaşın ötür və yaxud da indi sən evdə qalacaqsan, heç kim almayacaq. Buna görə evləndirirlər və bu zaman dünyaya gələn uşaq zaten valideyn üçün artıq yükdür. Çünki bu məcburi evlənib. Müəyyən zamandan sonra anlayır ki, bu uşaq buna lazım deyildi və ondan sonra nə edir? Başlayır uşaq üçün özünü qurban vermək. Sən bir də Nusta gir. Niyə görə? Çünki o uşağı boynundan atmaq istəyirsən. Tamam da indi- Sizcə o valideyn düzgün tərbiyə verə biləcəkmi o uşağa? Verə bilməyəcək, Verə- amma onda axı bu uşaq onda nə oldu? Faydasız oldu problem da. odur da. Problem odur ki, ailə tərbiyə verə bilməyən valideyn müəllim necə tərbiyələnir? Və 40 dənə uşaq var bir Yaxşı, sinifdə. onda mən sizə bir dənə belə şey deyim. Niyə görə yetim evlər var? Dövlətin himayəsini alır da. Ay, sağ dövlətin himayəsi. himayəsi. Oradakı uşaqlar kim tərbiyə eləyir? Tərbiyəçilər, müəllimlər. Müəllimlər. Onların amma valideynləri Onların yoxdur. tərbiyəsi var. Baxın, onda o bir sistem yaradılıbsa, valideynli uşaqlar üçün də bir sistem yaradılmalıdır. Əgər biz müasir dövrdən gediriksə, biz anlamalıyıq ki, burada elə Bəli. valideynlər var ki, Məsələn, o necə tərbiyədən sistem? məhrumdur. Sistem deyəndə nəyə nəzərdə tutulur? Onun üçün planı qurulmalı. Planlı qurulmalı, Məsələn, bəli. pedaqoq kimi nə təklif edirlər? Mən təklifim oldu ki, əgər biz institutlarda normal psixologiya və pedaqogika dərslərinə önəm versək, sadəcə sessiyanı keçmək üçün 3-4 dənə şey əzbərləyib bu imtahanı verim keçim olmasa, düşünürəm ki, düzələr. Biz düzgün müəllim tərbiyə eləyib və müəllimlərin beynini bu miqlərlə, sertifikasiyalarla pozmasaq, yəni həyat birdən-birə o necə deyim, 4-cü kurs tələbəsini 20 yaşında, 21 yaşında cavan qızı ki, müəllimlər, oğlanlar olmur, konkret məsələdir. 21 yaşlı qızı gətirib bu həyatın keşməkeşini atırıq ki, getin də özünə həyat qur ki, o nə edir? Oxuyun miqdən keçim. Onun beyni artıq psixologiyası da korlanır, beyni də korlanır. O gələn siz psixoloqda daha yaxşı bilərsiniz. O gələn müəllim uşaqdan qisas almağa gələr, yoxsa yaxşı dərs keçməyə gələr? Təbii ki, qisas almaq. Məsəl üçün, Yapon təhsil sistemində belə bir şey var da, məktəbdə xadimə yoxdur. Bizdə də məktəbdə texnologiya dərsi var ki, nə üçündür? Bunun üçündür da. Müəllim sındır, dağıt, Məsələ bax nədir? gör içində nə Məsələ var? nədir? O məktəbdə təmizlik işini uşaqlar özləri aparırlar. Bizim Biz millətlə bu Yaponiyada mümkün deyil. tədbirə getmişdik. Biz əksə batıracaq. Batıracaq o. İdman tədbiri Yəni birinci idi. gələcək niyə mənim uşağım bunu Dünya eləyir? Aikido Federasiyasının rəhbəridir və onun oğludur. Oğlu da elə bil onunla o yaşlaşanda bu oğlu keçəcək həmin vəzifəyə. Bu dünyada bütün nə ki Aikido nə məşğul hamısının rəhbəridir. Təzəvvürün bu böyük bir statusdur. Və Aikido'nun belə bir qanunu vardı, Yapon mədəniyyəti olduğuna görə də belə bir qanun var. Zala məşqə başlamamışdan da idmançılar özləri zalı silir, təmizləyir, ondan sonra məşqə başlayırlar. Hər məşqdən qabaq o silib təmizlənməlidir. O elə bil orada pol ağacları var da, yer silmək üçün alətlər var və biz istədik götürək onları, o rəhbər, o oğlu, o yaşlı kişinin oğlu tez qaçdı, bizim əlimizdən aldı, özü başladı təmizləməyə. Bizdə bax bu yaradılmayıb, bu formalaşdırılmayıb. Mən Yaponiyada olanda şəhər tərtəmizi zibil qutusu yoxdur, amma hər şey satılır və şəhərdə zibil yoxdur. Mənə çox maraqlı idi ki, insanların düşüncəsi, insanların mədəniyyəti necədir? Götürdüm, su içdim, butulkanı atdım və oturmuşam parkda, baxıram ki, bu zibili kim götürəcək? Məni ya cərmələyəcəklər, ya da bu zibil öz-özünə yoxa çıxacaq da. Bir Yapon gəldi, mənim qarşıma keçəndə əyildi, zibili götürdü, mənə heç nə demədim. Qoydu sumkasına getdi. Mən onda anladım ki, bunlar şəhərə, öz evləri kimi baxır. Təbii, Yapon Düzdür. xalqı. Bu hardan gəlir müəllim? Ailədən gəlir, yoxsa məktəbdən gəlir? Ailədən. Məncə yox. Verilişin baş sponsoru RG Production. Zövq, sənət və mükəmməllik. Başladı. Konsert veririk. Ay bu toydu. Burada neyləmək lazım? Biz toyları təşkil eləyək, siz oynayın. Diqqət! Yaxşı baxın. İndi məni göstərəcəklər. Yüksək səviyyədə verilişlər çək. Aleyküm. Ne var aleyküm? Aleyküm. Bizim dekorasiyalar dağılmır. Allah sənə xeyir versin qızım. Kına, nişan, qırğın. RG Production partlayışdı. Biz Niderlanddaydıq, tədbirlə bağlı getmişdik. Orada böyük bir muzey var, elm muzeyi deyirlər. Orada uşağın yaranma anından ölən ana qədər bir dövr ahd olunur və muzey formasında qurublar ki, insanlar orada maariflənsinlər də uşaq necə yaranır. Və bir Niderlandda bir valideyndir və uşaq var, 3-4 yaşlı uşaq var.
o qız uşağına başa salır. Deyir, sən bax belə oldu, atanla mən sevişdim və sən belə mənim bətnimdə formalaşır. Bu bütün detalları danışır. Və mən bunu dinləyirəm. Gəldi, çatdı dünya gəlmanla. Bax, səni mən belə dünyaya gətirdim. Sonra gəldi, o yaşa çatanda, 3-4 yaşa çatanda, dedi, bax, sən indi bu yaşdasan. Və sən əgər mənim kimi sağlam uşaq, özün kimi uşaq dünyaya gətirməsənsə, sən indidən artıq özünü qorumağı bacarmalısan. Siz hardaydı bu dediniz? Niderlandda. İndi baxın, Azərbaycanda mənim yanıma pasiyent gəlir, 30 yaşı var. Mənə sual verir ki, mən niyə evlənməliyəm? Uşaq necə dünyaya gəlir? Mənə sual verir. 30 yaşlı bir xanımdır. Baxın, elə bizdə bu mentalitet olduğu üçün də biz elə Niderland Bunu məktəb mi öyrətməlidir, yoxsa valideyn mi, ailə mi öyrətməlidir? Məktəb Hər öyrətməlidir. şey məktəbin üstünə Yox, yıxmaq bir olmaz axı. Üzr Var sosial tərbiyə, var məktəb Bax, bir şeyə tərbiyəsi. toxunaq da, bu ən ciddi məsələlərdən biridir. Mən uşaq olanda valideyn iclasına anam gedir həmişə, çünki atam vaxtı olmadı da. Həmişə yadımdadır valideyn iclasları, formal, mənasız, boş-boş şeylər. İndi də elə. Bir dəfə özüm valideyn iclasına çağırıldım. 2 saat idi hardasa. Belə baxıram, danışırlar. Bir 14 valideyn var idi, 15 hardasa. Hə, Nofər bəy, necədir? İclas xoşunuza gəldi belə. Dedim, bir dənə sual verə bilərəm. Dedim, bəs valideyn iclasına vaxt olacaq. Nə deyirəm? Uşaqlardan danışaq. Mənə elə gəlir ki, Sovet dönəmində birinci ümumiyyətlə ilk valideyn iclası olanda bunun üçün hesablanmamışdı. Valideyn iclası uşaqların valideynlərini çağırıb uşağı necə özünə aparır. Xeyr, o deyildi. Elə o sizə düşünülmüşdü. Bayaq biz elədiyimiz bu hal-hazırda bu söhbət edirik ya. O mövzuydu ki, valideynləri yığırdılar. O bütün valideyn iclasında bütün iştirak edən valideynlər biz hal-hazır danışdığımız mövzunu müzakirə Sovet dönəmində belə idi. İlk iclaslara, indi onlarda da həmin sistemdir. Sosial peşəsindən, təbəqəsindən, ictimai mövqeyindən, cinsindən, irqindən asılı olmayaraq hamı orada yığılır və birbaşa müəllim bir dənə girişdə deyir ki, dostlar, siz Nailin atasısa uşaq yaxşı oxumu, xarşı məşq oxu. Qurtardı. Bir saniyə bunu həll eləmək olurdu. Başlayırsan valideynlər nəsə, çünki bu valideyn iclasıdır. 2 saat vaxt az deyil məncə. Ayda 2 dəfə eləsən bəs eləyir və ehtiyac yoxdur hər gün onu çağırmağa. Qardaş, siz nə düşünürsünüz ümumiyyətlə? Xanım, siz Aytənin anasısınız, düzdür? Sən xəbərin var Aytən bunu eləyir. Bu artıq tədris məsələdir, müəllim dərsini keçir, oxudu, oxumadı öz işidir. Sən burada nəsə düz qurmamısan və bir dənə şey nəzərə alaq ki, valideynlərin bəziləri də müəllimdir. Müəllim valideynlər də var da. Özə fikir verirsiniz, bu statistika hamımız razılaşacaqsınız. Deyir ki, mənim atam riyaziyyat müəllimi idi, mən də həmin sinifdə oxuyurdum. Atam məni qanıtdırdı. Yox, burada bizdə bir tabular var axı, bir şeylər var axı. Öz uşağımı daha çox sıxım ki, ya bu ədalətli prinsipi deyil. Almaniyada belə deyil. Mənim oğlumdur, mənim şagirdim. Bu hamıya eyni cür. Niyə səni daha çox? Bu daha çox məsələsi. O mənə narahatdır. Bəli. Mənim atamsan, mənim müəllimimsən. Sən necəsən, ona da qarşı yeni münasibətim. Əla. Amma məni daha çox sıxmaq, mənə daha çox sındırmaq ki, sən öz uşağını məhv eləyir, amma bizə biraz daha çox hörmət edir. Bu daha məsuliyyəti barədə. Xeyr, bu səhv yanaşmadır. Məsələn, biz uşaq vaxtı biz hər şeyi keçirdik. Biz Sovet sistemindən məcbur hamısı öyrənməlidir. Astronomiyanı da öyrənməliydin, hamısını da. Bir sual verən var idim ki, astronomiya mənə, astronomik, yəni xırda bilikləri demirəm də, primitiv element, taki günəş sistemi, planetlər, bunu bildik də. Hə, bunu bildik, bu mənə nə verir? Mən riyaziyyatçı olacaq. Bax, Avropada insanlara fikir verir, qısıtdır, bəlli bir şey. Məsəl üçün, tarix deyil, sən orta əsrlər tarixini öyrənirsən. Sənə bu qədər lazımdır. 2 fəsil, bəli, deyəcəz ki, primitivləşirsən, amma o adam, o sahənin əjdahası və peşəkar olur. Bizdə elə deyil, bizdə hər şey öyrədirlər, hamısını akademik öyrənmir, hamısını da yarımçı qalır. Adam artıq özə peşə təyin edə bilir. İndi bu məktəblərdə yerdə bu qalıb. Yəni, sən gəlirsən, bunu oxuyursan, amma məktəbin tərbiyə verməmək funksiyası yox. Valideyn iclasının kökündə problemə. Bax, bir şey deyim sizə, mən uşaq hazırlaşdırdım aktyor sənətindən. 6 tələbəm var idi, birinin 9 yaşı vardı. Anası ilə gəldi uşaq. Mən dərsdə otura bilərəm, xeyr. Siz dərsdə otura bilməzsiniz. Sənin dərsdə nə işin var? Mən uşağı öyrədirəm. Mən biləm, bizim Azərbaycan şərqi, ana baxır, özünü itirir də. Uşağa deyirəm ki, oğluma belə deyirəm. Yaxşımı? Göstərdim. Buna daha çox vaxt ayıram. Uşaq yaşı azdır axı. 2-ci dərs gəlib, keçirəm. Hə, buyur, gəl filan kes. Göstərir, görürəm ki, başqa şey deyir. Uşağın öz anladığıdırmı, ya eləyə bilmirdirmi? Yox, burada başqa şey var. 3-cü dəfə təzədən deyirəm, yəni mən dediyim ki, yenə başqa şey deyir, amma həmən şey eləyir də. Uşaq məhz bunu eləyə bilməz. Heç nə demədim. Çünki mən müəlliməm burada. 12-də idi dərs, 11-də gəldim. Gəzirəm dəhlizdə, gördüm, gəlirlər. Qıraqdan baxıram. Görürəm ki, X xanım, ana, uşağı bilsin eləyir, mən nə keçmişəm. Belə deyərsən şeiri. Adam mənə pul verir ki, Azərbaycan insanların çoxunda var bu. Bir təzə şeydir, fakt deyil bu. Pul verir ki, adamı uşağı öyrət. Və mən uşağı öyrədirəm, bu öyrədir ki, belə denən, yaxşı. Mənə bu lazımdır. Açdım qapı, keçin oturun. Siz də oturun.
birinci dəfə xanımı saldım otağa. Pərt eləmə məqsədinə yox. Bu pərt deyil. Bu dərs keçmə. Bəzən biz onu kimi başa düşürük. Adamın üzünə belə deməzlər. Yox, mən onu bilə-bilə elədim. Hamı yığıldı, oturdu, bağladım. Dedim, hə. Balaca, gəl, birinci bunu çıxartdım. Elə başlayan kimi soymamış ki, indi öyrədir daxil o dəhlizdə. Uşaq sizə, buyur. Belə baxıram. Düz gəldim, elə xanımın yanında dayanmışam. Bu birinci zərgədə oturub. Uşaq başladı, ananı öyrətdiyin deyir. Ananı öyrətdiyin də bu. Sən də məndən çox bilirsən, belə pis çıxmasın da. Evdar qadınsan. Məntiqdir ya. Deyim, bilirsən sən, uşaq deyəndə. Belə baxıram uşaqlara, gədə, oyun oynayıram. Deyirəm ki, niyə belə? Axı, mən neçə dərsə sənə belə deyirəm, axı, sən kim deyil? Sən hardan gəlir bu? Alıram da, görürəm ki, valideyn qızarır, ağarır, itirir axı, belə deyim. Ay xanım, bu niyə belə eləyir uşaq? Axı, biz bunu həmişə belə, buna kimsə deyir bəyəm bunu, evdə bəlkə siz deyirsiniz, bəlkəyə bax, belə deyir. Yox, deyim, dəqiqdir ki. Deyim, sən ana deyir bunu, uşaq da deyir, ana satı var, axı, yox. Deyim, dəqiqsiz, axı, mən hər dəfə başqa şeyim, hər dəfə eyni şeyi deyir, metodika. Siz deyirsiniz xanım, verir, hə. Deyim, əy Allah, indi zəhmət olmasın, çıxın da söylə. Deyim, uşaq özü çıxın, deyim, xanım, siz nə edirsiniz? Yox, deyim, ay bala, sən mənə pul ödəyirsən, mən bu uşağı dərs keçirəm, sən və pulu ödəyə öz dediyini, ya buradan hansı məntiqdən söhbət gedə bilər? Böylədir, mən demələ daha yaxşıdır, siz mənlə məzələnirsiniz, siz məndən yaxşı birirsinizsə, evdə hazırlaşdırın da uşaq aktyor. Bax, problem ondadır ki, valideyn, bax, həmən valideynləri bu tipli çoxdur, bundan minlərlə. Bu valideynləri iclas eləyib və valideyn iclası sistemin özü təfəkkürü öyrətmək lazım. Biz uşaqları yığıb tərifli danlamaq üçün çağırmırıq. Bunu belə zəng edir. Cəmaatı mənə niyə pərt edirsən ki? Valideynlə işləmək lazımdır. Günah müəllimlərdə yox, məktəb psixoloqlarında da deyə bilərikmi ki, orada valideyn icazəsində psixoloq olmalıdır. Psixoloq o valideynlərlə nəinki ayda bir dəfə, demək olar ki, hər gün məlumat almalıdır. Baxın, indi burada bir dənə səhv məlumat da gedir. Məktəb psixoloqlarının gedişatı fərqlidir. Yəni bu 2000-lik məktəbdə bu bir psixoloq hansı uşaqla fərdi məşğul ola bilər? Əla. Yox, ümumiyyətlə məktəb psixoloqu fərdi məşğul ola bilməz. Bilməz. Ümumiyyətlə heç bunun sənəti də o deyil. Sinifə gedib müəllimi məlumatlandırmalıdır ki, siz bu istiqamətdə getsəniz, əsas birinci müəllim ki, sən bu istiqamətdə getsən daha faydalı olarsan. Sinif rəhbərinin bilavasitə borcu odur ki, niyə görə bu uşaqda bu gedir? Yəni bu uşaq niyə qəmgindir, niyə görə aqressiv davranır, niyə görə bu uşağın təhsilində problemlər yaranır? Nə yaranır? O üçbucaq dediyimiz bir şey yaranır. Əgər valideyn düşünürsə ki, mənim uşağım prost məktəbə getsin, gəlsin, attestat almaq üçün, onsa bunu müəllim yanına qoyacam hazırlatmağa. O uşaq məktəbdə nə öyrənəcək, məktəbə nə hörmət edəcək, o məktəbdə nə tərbiyə alacaq. Mən bir şey deyim, üzr istəyirəm. Ümumiyyətlə, psixoloqlar, siz özünüz psixoloqsuz daha yaxşı bilirsiniz, xanım müəllimdir, bizdən də elm, insan sayəsində də. 7-ci, 8-ci sinifdə oxuyanda bizə qayıtdılar ki, bir müəllim var, dəhşətdir. Oy, bir sənə gözəl müəllim. Ay, kimdir bu? Riyaziyyat müəllimi, super. Qapını açdıq, girdik, təzə müəllimdir. Müəllim belədir. Parçalayaram, didərəm. Oy, biz bunu Maquli kimi, Şirxan kimi gördük. Super müəllim ola bilərsən. Amma mənə elə gəlir ki, bütün fakültələrdə, bütün elmlərdə, bütün sahələrin psixologiyası var. Hamısının və hamı onu keçirir. Amma bizdə, gəlin baxaq, müəllimlər, müəllim psixologiyası oxuyurlarmı? Xeyr. Ona görə də yarımçıdır. Mənə gəlir ki, məktəb psixoloqu yox, birinci müəllimin özü psixologiyası olmalıdır. Hər bir müəllim psixoloq olmalıdır, uşaqların beyninə təsir eləməlidir. Azərbaycanda heç kim uşaqlarla, ümumiyyətlə, insanlarla söhbət edə bilərik. Biz söhbət edə bilirik. 30 nəfər oturur, ümumiyyətlə danışırıq. Biz bir elmi polemikadan danışmırıq. Ümumiyyətlə, indi debat edirik. Biz söhbət edə bilmirik. Hər şey bizəcək, mexanizmlə tık-tık hesablanır, yazılır, ölçülür, vurulur, qəlbə getdi. Yox, biz ümumiyyətlə, birinci ruh halını ötürməliyik. Mən uşaqlara dedim ki, sən kim olmaq istəyir, aktyor, niyə? Mən 2-1 ay olaraq söhbət edim. Siz niyə ümumiyyətlə aktyor olmaq istəyirsiniz? Heç kimə maraqlı deyil, pulunu gətir, dərs keçir proqram. Çünki biz insan faktorunu anlamırıq. Biz insanlarla ümumiyyətlə ünsiyyət qura bilmirik. Bu, bağçada da var, bu, məktəbdə də var, ali məktəb kurslar. Günahı kimdədir? Təbii ki, müəllim mənəm, pedaqoq mənəm. Yaxınlarda bir blogerin bir videosu qarşıma çıxdı. Çox maraqlı və incə bir məqam idi. Deyir ki, anasına, atasına qınıyır. Deyir, ay ana, deyir, sən məni ərə verəndə qaynatana necə davranmaq lazımdır başa saldın. Qaynana necə davran, bir-biri ilə, hamı ilə başa saldın, ərlə nə danışacağını başa salmadın. Hər sinif həftədə bir dəfə ictimai gün keçirilir. Müəllim bu uşaqları yığır və bu uşaqlarla bir gün, bir saatını ümumi söhbətlər eləyir.
Yəni həyati biliklər verir uşaqlara ki, özlərinə necə davranmalıdırlar, məsələn müəyyən hadisələrdə nələr baş verər, nələr olmalıdır. Yəni biraz psixologiyadan anlayışı olmayan müəllim burada heç nə danışmayacaq. Evinizdə nə yediniz, nə içdiniz, nə bişirdilər, bunu danışacaq, düzdürmü? Məişət söhbət eləyəcək. Ya bunu həqiqətən psixoloqlar eləməlidir ki, məktəb psixoloqları da bunu bacarmırlar. Ya da müəllim psixoloq olmaz. Müəllim etməlidir. Müəllim zaten psixoloq olmalıdır. Müəllim olmalı. Amma bəzi məktəblərdə bu gün nə edirik? Boş-boş söhbətlər eləməyək. Ondan sonra açın testlərinizi 3-dən 4-dən riyaziyyat fənnindən məsələ eləyin. Bu sizin üçün daha vacibdir. Boş söhbətə vaxt xərcləmək. Pedaqoq başlayanda ilk əvvəl hamımız bunu düşünürük. Mənə necə dərs deyiblərsə, mən elə müəllim olmayacağam. Necə evdə deyirik ki, üzr istəyirəm. Evlənəndə bir söhbət olur. Mənim anam necə ana etsəm, elə ana olmayacağam uşağım üçün. Amma axırda elə oldu. Axırda elə oldu. Çünki o sistemə yenilirik də zamanla. Amma bir araşdırmacı valideyn olaraq, araşdırmacı müəllim olaraq qarşımıza qoyduğumuz məqsədlərdən danışırılsa, mən qarşıma qoyduğum məqsəd nə idi? Mən bu uşaqlar üçün kim olmalıyam? Nə olmalıyam? Mən bu uşaqlara nə daşıyıram? Onsuz da bu il bu uşaq 5 dənə hərfi öyrənsə də, ilin sonunda yenə də oxuyacaq, öyrənməsə də yenə də oxuyacaq. Çünki hər il gəlir, hər il bu sistem keçir, eyni şeyi davamlı keçirəm. Amma mən bu uşağa həyatı bacarıq verməsəm, mən bunu anlatmasam, psixologiyasını düzəltməsəm, bu uşaq elə səhvlər eləyə bilər ki, o heç 5-ci artıq gələn il gəlib oxumayacaq. Bu müəllimin borcudur. Mən sadəcə demək istəyirəm ki, bu üçlüdə mühüm olan müəllimdir, valideyn deyil. Amma siz burada valideynin məsuliyyətini azaltmış sayılmırsınız. Yox, burada həm də bizim veriliş başlayanda da nə uşaqlarımız dinləyəcək. Biz veriliş başlayanda da dedik ki, müəllim, tərbiyə və təlim verən, valideyn dəstəkləyən, uşaq qəbul edəndir. Bizdə burada nə olur olsun, fikrimiz necə fərqlənsin, valideyn və müəllim burada birləşib bir uşağı cəmiyyət üçün faydalı və yararlı bir kimi böyütməlidir. Tək cəmiyyət üçün yox, elə uşağın özü üçün də birləşərək, əsas burada birləşərək. Amma yenə də deyirəm ki, burada müəllimin faydası daha yüksəkdir, nəinki valideyn. Problemlər bu üçlüyün arasında qırılma nöqtələridir. Və bunun valideyn də, bilirsiniz, valideyn bunun üstə düşmüncə, müəllim də üstə düşməyəcək, uşaq da üstə düşməyəcək. Ona görə məsuliyyət burada mənə eləyəcək valideyndə olmalı ki, ən azından bu boşluqlardan qaldırmaq üçün əlindən gələnləsin. Mən isə düşünürəm ki, bu valideyni də oyatmaq müəllimin işidir. Müəllim bunu oyatmalıdır ki, bu valideyn bunun üzərinə düşəməsin. Valideyn oyanmaq istəmirsə, heç nə edə bilməyəcək. Onda yataqda olmaz. Bu dilini qoymalıdır. Tam oyanmalıdır. Hörmətli izləyicilər, bugünkü mövzumuz təhsil mövzusu idi. Təhsilin əsas dayağı bildiyimiz kimi həm valideyn, həm uşaq, həm də müəllimdir. Bunlardan biri zəifləyərsə bütün sistemimiz çökür. Bəziləri deyir əsas olan müəllimin fikridir, bəziləri deyir əsas valideynin tərbiyəsidir, bəzilərimiz isə deyirik ki, uşaq istəməsə heç bir şey dəyişməyəcək. Bəs burada sizin fikriniz nədir? Bizə bu maraqlıdır. Öz fikrinizi rəylərdə qeyd eləyin. Bugünkü debatımız 3 nəfər arasında getdi. Dəyərli qonağımız Güney Ramazanova pedaqoqumuzdur. Filologiya elmləri üzrə fəlsəfə doktoru, ssenari müəllifi və aktyorumuz Nurfəy Şahlıoğlu və İBDO Psixosağlamlıq proqramının baş psixoloqu, psixoalqoritmlər nəzəriyyəsinin müəllifi Rövşən Nəzərliyə təşəkkürümüzü bildiririk. Mən isə sizin aparıcınız Könül Hüseynova. Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Verilişin baş sponsoru RG Production. Zövq, sənət və mükəmməllik. Başladı. Konsert veririk. Ay bu toydu. Burada neynəmək lazım? Biz toyları təşkil eləyək, siz oynayın. Diqqət! Yaxşı baxın. İndi məni göstərəcəklər. Yüksək səviyyədə verilişlər çək. Allah var ələklər. Bizim dekorasiyalar dağılmır. Allah sənə xeyir versin qızım. Kına, nişan, qırğın. Verici Production partlayışdı.